Hər birinizi xoş gördük. Hörmətli kanal izləyicilərimiz, bugün sizə gözəl bir 4 otaqlı evimizin təqdimatındayım. Dəyərli izləyicilərimiz, Sot yarım torpaq sahəsində gördüyünüz çardaqlı, 2 mərtəbəli, 4 otaqlı, qoşadaşdan inşa olunmuş, fundament mərtəbə arası monolit beton, sonda kəmərinə kimi hər birisi mövcuddur. Qoşadaşdan inşa olunub, yerdən kürsüyə özünüz şahidsiniz. Zirzəmisi var ki, artıq əşyalarınızı rahat şəkildə yerləşdirə bilərsiniz. Şəbəkə bitiraj pəncərələri öz həyətyanı sahəsinə baxır. Bu hissədə, avtomobil daxil olan hissədə belə bir çardağı var ki, rahat şəkildə avtomobildə saxlanıb. Yay aylarında setka kimi də istifadə edə bilərsiniz. İstəsəniz tam bağlaya da bilərsiniz. Yəni, özünüz necə şərait istəsəniz, əlavə olaraq qura bilərsiniz. Bu hissədə də kifayət qədər ərazisi var. Rahat şəkildə 2 maşın daxil olur. Üz görünüşü bir daha göstərim. 2 yanaşı evdir. Baxın, dəyərli izləyicilərimiz, eyni qiymətə təklif olunur, kupçalıdır. Dövlət ipotekasına da yararlıdır. Daxili kredit deyil, hörmətli izləyicilərimiz. Evimizə daxil olarkən, baxın, belə bir dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsindəndir. İkinci mərtəbəyə qalxan pilləkənlər taxta deyil, beton pilləkəndir. Üzü mərmər daşdan üzlənilib gördüyünüz kimi. Qəşəng səliqəli, tavan hündürlüyü 3 metrdən hündürdür. Sol tərəfdə belə bir gözəl qonaq otağı yerləşir. Baxın, pəncərəsi öz həyətyanı sahəsinə baxır. Figurlar, işıqlardan bəzədilir. Pilləkənlərin alt hissəsində belə bir boşluq var. Bura mebel yığdırıb, qardırop kimi istifadə eləmək olur. Mətbəxi göstərim. Qranit metlaq gördüyünüz hissələrdə hər birisi isti poldan təchiz olunur. Dəhliz, mətbəx, sanitar qovşağı isti poldan təchiz olunur. Mətbəx də genişdir, bütün kameralar da mətbəxdə mövcuddur. Arxa tərəfində də hörmətli izləyicilər, baxın, belə bir kifayət qədər ərazisi var ki, komoda bu hissəyə, isti polun xəttlərdə bu hissəyə yığılıb, kommunal xəttlərdə hər birisi yaxınlığında. Qalxaq ikinci mərtəbənin təqdimatına. İlk öncə sanitar qovşağı göstərim burada. Sanitar qovşağı genişlik, baxın, belə bir tavanla asma tavan. 60 bilinməyə qranit metlaqdan işlənilib. İkinci mərtəbəyə qalxırıq. Hər mərtəbənin elektrik qovşaqları ayrı-ayrı yerləşdirilir. Gözəl hündür bir ərazidə yerləşir. Abşeron rayonu Masazır qəsəbəsi. Baxın, hər mərtəbənin elektrik qovşaqları ayrı-ayrıda yerləşdirilir. Baxın, hamısı ayrı-ayrıda yerləşdirilir. Burada yerləşir yataq otağından birincisi. Aynaların hər birisinin qapısı açıqdır. Burada ikinci yataq otağı. Və sonuncu yataq otağı yerləşir. Bu yataq otağından da eyvan hissəsinə çıxışı var. Sanitar qovşağı da göstərim sizə. İkinci mərtəbənin sanitar qovşağı. Belə bir gözəl sanitar qovşağı var. Hörmətli izləyicilərimiz, gördüyünüz bu gözəl evimizin ilkin qiymət olaraq 115 min manata təklif olunur. Real müştərilərə qəşəng endirimimiz də olacaq. Əlaqə saxlayın 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm.